Yeni bir videoya hoş geldiniz. Hiç bilmirəm bundan əvvəl nə çəkmişəm, nələr var. Həqiqətən günlərdir ancaq sifarişlərlə uğraşıram. Yəni başımı itirmişəm. Bugün yenə bir sifariş göndərdim. İkisi durur, hazırdır, hələ gəlib götürməlidirlər. Və demək olar ki, bugün yenə 3 sipariş yenə göndərməliyəm. Bəzi şeyləri hazırdır, bəziləri hazır deyil. Siparişin biri tamam hazırdır, amma dikmək lazımdır. Əslində 4 sipariş göndərməliyəm. Biri də əmzik zinciridir. Sadəcə əmzik zincirinin baş klipsi rozvi rəngi olmalıdır və məndə rozvi qalmayıbdır. Ona görə bugünlük onu ertələyirəm. Sabah bəlkə də gedib alacağım onu. Həqiqətən çox qarışıqdır vəziyyət. Dün açmışam, hamısına baxıram ki, nə lazımdır, nə lazım deyil. 3 set rayona getməlidir. Sadəcə sentyabra qədər kurye şirkətim dincəlir. Ona görə göndərə bilmirəm. Müştərilərlə danışdım və sentyabrda göndər, problem deyil dedilər. Ona görə onları sentyabrın 1-i göndərəcəm. Bugün də yəni 28, yəni 3 gün var. Onların da dikmə işləri qalıbdır. Çıngıraqlarını örməliyəm və hər şeyini tamamlamaq, əmzik zincirləri falan. Orada səsim biraz qəribə gəlir. Biraz xəstələnmişdim, xəstəlik keçirdik. Yaxşıyam, amma yenə də səsimdə hiss olunur, amma heç bir qalmadı. Belə. Yəni qısaca ay sonuna qədər həqiqətən çox sifarişim var. Hələ daha çətin günlər keçirdim. Ona görə heç bir video falan çəkə bilmədim. Ev işi həmişə kimi dəhşət dərəcədə çox olur. İndi isə sadəcə bir damcı rahat nəfəs aldığımı düşündüyüm üçün ona görə biraz videoya çəkə bilərəm deyə düşündüm. Burada da siparişlər üçün artıq örülmüş aylar var. Yəni bir çoxu örülübdür, amma dikmə işi və onun yanının əmzik zinciri çıngıraq falan var. Belə indi vaxt keçmədən başlayıram. Burada bəzi şeylər yanına almışam. Hələ bu rənglə çıngıraq örəcəm. 2 millimetr. Buralar da çox qarışıb. Yəni burada yarımçıq iplər də var. Burada da var, elə bunları da belə qoyum hələlik. Çox qarışıqdır hər yer. Burada da bu sifarişlər gəlib götürməlidirlər. Ay, bunları göstərmədim mən. Bunlar mənim yeni bebəklərimdir. Əslində çoxdandır gəlibdir, ona görə akvaryum yenə kirlənibdir, akvaryum təmizlənməlidir. Amma hələ ki təmizləməyəcəm. Normalda 15 gündə falan bir təmizlənir. Amma bunlar bura gələli hardasa bir həftədir, yəni bir həftəsi keçib təmizlənəli. Bir həftə 10 gün falan da gözləsin, ondan sonra təmizləyəcəm. Arxaları çox yosun oldu. Belə şirinlər. 7 dənə balığım var burada. Bunlar ən sevdiklərimdir, belə rəngləri falan. İndi gedib başqa rənglər də almaq istəyirəm. Yaşıl rəng istəyirəm. Sarımtıraq rənglər olur və ağ rəngdə olur normalda. Ondan almaq istəyirəm. Fərqli rənglər olsun. Hətta yaşlı rəngin gözünün içi də yaşıldır və çox qeyri-adi görsənir. Burada isə bu rozvinin, baxın bu arxadakı bunun gözünün içi də rozvidir. Burada indi tam görsənmir. İşığını açım. Çoxdan da istədiyim bir şey idi. Mən evdə iş görərkən öz halında məni rahatladacaq bir hərəkət istəyirdim, bir canlı varlıq istəyirdim. Əslində pişik də istəyirəm, amma pişiyi hələ ki hardasa bir 2 həftə falan eğitim süreci olur deyək, belə deyək. Amma ona həqiqətən heç vaxtım olmaz indi. Ona görə hələlik bunlarla idarə edirik. Sonra isə inşallah pişiyim də olar. Bir də belə bir komod gətirdik buraya. Bu arada çöldən çox səslər gəlir, onu deyim, qapı açıqdır. Burada mənim bir qonşum var idi. O qonşum Türkiyəyə təməlli qayıtdığı üçün bəzi əşyalarını satırdı. Mən də həm ona kömək olsun deyə, həm də ki mənim elə bir şeyləri qoymağa artıq, yəni yetərincə yerim olmadığı üçün həqiqətən artıq heç bir şeyi heç bir yerə sığdıra bilmirəm. Ona görə belə bir şey aldım. Evimdə də televizor yoxdur. Ona görə bu da mənim yeni televizorum.
Yəni gözəl oldu. İçini hələ ki düzənləməmişəm. Hələ ki qoxunada da bəzi dəyişikliklər eləməliyəm. Ona görə hələ ki belə qoydum. Üstünə belə qoydum, amma hələ ki vaxtım yoxdur ki, yenə bir hər yeri səlqəyə salım. Vaxtım onda eləyəcəm. Qısaca dəyişikliyi göstərmək istədim. Sifarişlərimdən biri budur. Bunun yanına əmzik zinciri dikməliyəm və rənginə və digəri budur. Bunun da yanına həm əmzik zinciri, həm də çıngıraq örməliyəm. Çıngırağın da demək olar ki, rəngi budur. Bu da yenə bu rəng olacaq. Buna ən yaxın rəngi seçməyə çalışdım, budur. Ağ rəngdə lazımdır ağzı üçün, o da yanımdadır. İndi isə tez vaxt keçməmiş başlamalıyam, çünki onsuz da saat artıq günorta olubdur. Amma dediyim kimi səhər artıq bir sifarişi hazırlayıb göndərmişəm. Digər o iki sifarişlərim dünəndən hazırdır, sadəcə hələ də gəlib götürməyiblər. Çıngırağımı ördüm, dikdim. Qulaqlarını da ördüm. Bir tək boyunluğu qalıb, onu da örəcəm. Əlimə iynə batdı. Həmişə kimi, yəni dikiş işi görəndə həmişə mütləq əlimə iynə batır, amma barmağımın ağrımağını buraxıram. Buraya bir nəsə qan falan olmasın deyə onunla uğraşıram. İndi əlimə bir dayandı əslində, çox gəlmədi. Əlimi yuyacam. Hardasa artıq hazırdır, yəni çıngırağım hazırdır. İndi isə ayıları tikəcəm. Bütün detallarını düşünürəm ki, ayları dikim, hazır qoyum. Bunu da yenə dikim, burnunu falan işləyim, boyunluğunu. Bunu da hazır qoyum. Ən son əmzik zincirləri qalsın. Çünki əsas bunlar böyük işdir. Yəni əmzik zinciri biraz daha buna baxanda çox uğraşdıran bir iş deyil. Ona görə tez ayları dikəcəm. Ondan sonra asan işləri sona saxlayacağam. Çətinləri həmişə aradan çıxartmaq istəyirəm. Dovşanım da buradadır, mamam örüb hazır qoyubdu. Hər şey hazırdır, sadəcə dikmə işi qalıbdır. Adını qulağına yazmaq falan filan. Belə, yəni ki 2 ay və bir bu dovşanı dikməliyəm. Bunun isə boyunluğunu da yenə tez örəcəm. Ondan sonra isə baxacağım. Bu arada arxa fonda da Murat Soner'ə baxıram, çox gülməlidir. Ona görə ara sıra gülmüş kimi görsənə bilərəm. Əslində hansısa bir seriala başlamaq istəyirəm. Mən elə də serial falan izləyən deyiləm. Sadəcə həmişə belə örgü örəndə arxa planda nə isə danışanda məni rahatlatır, yəni. Yoxsa örgü ördükcə beynimdə başqa şeylər düşünürəm. Məni daha çox stresa salır. Belə ördükcə ürəyim sıxıldığını hiss edirəm falan. Həqiqətən elə hisslər yaşadığım üçün mütləq arxa planda nəsə açıram ki, orada danışsın, ara sıra baxıram. Amma belə serial da olsa mən full ona fokuslanıb, yəni baxa bilmirəm. Yenə də arxa planda güləcəyim, gülməli seriallar düşünürəm ki, baxım. Amma təbii ki, köhnə seriallardan indi elə bir serial yoxdur. Əslində izləmədiyim dizilərdən Avrupa Yakası var. O da gülməlidir. Bəlkə ona baxa bilərəm. Peki neden eski filmler, eski görsel efektler daha iyi? Ve daha da acısı, neden şarkılar eskiden duygusuyla, enstrümanının içli yanışıyla bizi duygulandırırken, ilham olurken, aşık ederken, şimdi neden havlatır oldu? Şimdi
Aranızda şunu diyenler olabilir. Murat ama öyle deme. Arabada çok iyi gidiyor şarkı. Kankalarla camı açıyoruz. Kaldırımdaki kızlara havlıyoruz. Hoş değerli araba. Evet, zevkler ve renkler tartışılmaz denir ama bak kurban oldu. Bu tartışılır. Bir kofe arası verdim. Burada tortum da var. Bu en sevdiğim tortlardan biriydi. Ev tortu gibi bir şeydi. Çok seviyorum. Bunu yiyeyim, biraz düşünün. Bu aralar C vitamini almaya başladım. Sadece yemekle birlikte içilmeli olduğu için, daha doğrusu çiğnenen bir vitamindi. Yemekle birlikte olduğu için yemek yediğim vakti yadıma gelmiyor. Bunu görende de yemek yemiyorum falan. Şimdi aklıma gelmişken bundan birlikte yiyeceğim. Həmişə elədiyim bir səhvi elədim yenə. Çox vaxt bu çınqırağı da oyuncağın özü kimi renkli göz istəyirlər və bunu da mavi gözlə eləməli idim. Amma qara gözlə elədim. Məcbur yenisini örəcəm. Yəni yenisini örmək çox vaxtımı almaz, amma yenə də ki vaxtım bitəcək. Nəysə, vaxt keçmədən yenisini örürük. Sadəcə indi baxın. Belə tərsliklər olanda isti basır. Neyse, vaxt itirmədən başlayıram. Başqa çarə yoxdur. Bu halqadan da sadəcə bir dənə qalıb. Yəni ki, materialım demək olar ki, bitirdi. Bir çox şeyim yoxdur. Sifariş eləməliyəm. Bugün bu sifarişi də həll etməliyəm. Amma ona qədər sifarişim gəlməyə hardasa 10-12 gün çəkəcək. 10-12 günə qədər mən bilmirəm daha neçə dənə çınqıraq hazırlamalıyam. Ona görə çıxıb hardansa almalıyam bunu. Bir çox mağazalarda ayın sonuna qədər bağlıdır. Hələ ki, həqiqətən normal rutinə düşə bilməmişəm. Həm tətildən qayıdandan sonra və bir çox mağazalar dediyim kimi işləmir. Kurye şirkətim işləmir. Bu mənim işlərimi həqiqətən çox tərsliyə saldı. Amma bir türlü həll etməyə çalışdım. Kimisini rayonlar arası marşrutlarla göndərdim. Kimisini isə poçtla göndərdim. Hər ikisində də müştəri harasa çıxıb onu götürməlidir. Yəni marşrutda o marşrut ora çatan vaxtda onu qarşılamalıdır. Poçtda isə poçtun filialına getməlidir falan. Amma kurye şirkətim gəlir buradan evdən götürür və müştərinin evinə qədər aparır. Yəni belə bir konforu var və uyğun qiymətə, yəni poçta falan baxanda. Amma nə isə, yəni ki, bugün ayın artıq 28-idir və çox şükür ayın 1-i hər şey qaydasına düşəcək. Oğlum bağçaya gedəcək. Yəni normal həyata qayıdacağıq. Çox rutin dışı yaşayırıq. Yəni ki, hardan gəldi belə deyim də. Həqiqətən yay tətili əslində belə olur. Çox elə bir ki, salaş yaşayır insan. Əvvəl istəyirəm ki, bu dovşanı dikim, hazırlayayım. Çünki bu dovşanın sahibi gəlib buradan götürəcək. Buradan götürəcəyi üçün də hər an gələ bilər. Yəni bugün götürmək günüdür, təslimat günüdür. Hər an gəlib götürə bilər. Ona görə dikim, bunu hazır qoyun. Ondan sonra isə digərlərini özümüz çatdıracağıq. Dovşanı dikdim. Baxın ne şirindir. En çok da yanaqları belə paltarda diktim. Burada eyni renk düymə diktim. Yanaqlarını normal rumyana ilə. Baxın, bu mənim oyuncaqlar üçün istifadə etdiyimdir. Belə iki rəngi var. Bunu heç istifadə eləməmişəm. Bu açıq roz rəng və belə bir fırçadır. Şu biraz daha belə tombul kimi və onunla yanağını əvvəlcə az alıram və belə yayıram. Əgər oyuncağınız çox açıq rəngdirsə də bu boynunun altına həmişə bir salfetka falan qoyun ki, aşağılara toz gəlməsin. Amma mən normalda alanda
bunu belə alıram, sonra belə üstündəki o dağıla biləcək tozları tökürəm, ondan sonra yayıram ki, belə asanlıqla tökülməsin hər yerinə. Belə. Amma bunu deyim ki, bu qalıcı deyil. Yəni oyuncağı yuyanda bu makyaj olan bu gedə bilər. Sonradan təkrar üstdən yenə qızartmalı olursunuz. Yəni oyuncağı yuyandan sonra bu gedir. Amma pastel boyalar var, melə oxşayır. Yəni lövhəyə yazdığımız mellər var, ona oxşayır, amma rəngli-rənglidir. Rəsm eləyənlər bilər bəlkə də, rəsm ləvazimatları olan yerdə satılır. Belə mel formasında bir kubik kimi bir şeydir. Bunun üstünə də fırça belə eləyib oyuncağı eləyəndə o çıxmır, yəni o qalıcı olur. Amma mən belə makyajla eləyirəm. Çox da şirin alınır. Amma düşünürəm onun eyni rəngindən nə vaxtsa getsəm rəsm ləvazimatları satılan yerə mütləq alacağam ki, onunla eləyim ki, qalıcı olsun. Yəni belə də bir tüyo vermiş oldum. İndi tez bunun adında qulağına işləyəcəm. Ondan sonra isə şəklini çəkib tez paketləyəcəm. Amma hədiyyə qutu istəməyib, sadəcə normal şəffaf paketə qoyub, kraft çantaya qoyub kənara qoyacağam. Oyuncağın adında bilirsiniz ki, əvvəlcə belə bir keçənin üstündə işləyib, sonra qulaqlarına eləyirəm. Keçəyi kvadrat kəsib, sonra bu kvadratı ürək formasında eləyirəm və əvvəlcə belə bir sadə karandaşla adını bunun üstünə yazıram. Bu çox sadədir, yəni ki, çox da qalmır. Və ya buxarda uçan dərzilik qələmi var, onunla eləyirəm, amma sonra isə onu ütüləməliyəm falan. Bu da pratik gəlir mənə sonra ütüləməmək üçün. Axış maşınkaları çox bahadır və sırf ad yazmaq üçün hələ ki elə bir şey ala bilmərəm, yəni ki almaram. Bu metod daha pratik gəlir və təbii ki buna ekstra pul almıram ad yazmaq üçün. Kimi belə işlədim. Bunun üstündən indi iplə işləyəcəm və sonra bu çox da elə bilinmir. Dovşanın özünün kombinezonuna bənzər bir rəng seçdim. Eve gelip evi yakan kişiyi Survivor'da adadan elenecek kişiyi açıklayan Acun Ilıcalı. Ən sevdiyim hissəsi full hazır olandan sonra bunu eləməkdir. Həqiqətən belə çox rahatlayıram. İndi sırada o aylar var. Bu arada çınqırağı da müştəri ilə danışdım, həll etdik. Yəni ki, çox böyük fərq yoxdursa da qalsın elə dedi, problem deyil dedi, çox şükür. Oyuncağın özünə mavi göz istəyibdi. Çınqırağı da mavi göz istəyirdi. Normalda mən bu yaşıl oyuncaqların gözünü yaşıl eləyirəm. Amma indi mavi göz istəyib və çınqıraqda da eynisini istəyirdi. Çünki mən əvvəl hazırladığım çınqıraqların içində mavi gözlü bir variant var idi. Onu mənə göstərdi ki, belə olsun falan. Mən də tamam dedim, amma həmişə unuduram. Həqiqətən həmişə çınqıraqlara klassik elədiyim 8 mm gözlər taxıram. Çünki elə istifadə olunur. Bu çınqıraqların patterində, yəni tarifində 8 mm gözlər istifadə edirəm həmişə və hər zaman unuduram. Nəysə, dediyim kimi buna mavi göz istədiyi üçün çınqırağı da elə istəmişdim. İndi mən buna mavi göz taxanda çınqıraqla arasında çox böyük bir fərq olursa, onda bunu da qara gözlü eləyəcəm. Baxın, çınqırağı bura qoydum. Çıngırakda elə də ki çox bilinmir, elə
balaca olduğu üçün gözləri. İndi buna taxacağam mavi rəng gözü və görək, yəni çox fərq olurmu? Bu arada əmzik zinciri klipsi, bu ayının öz bənzərində olan klips rəngi var idi, yaşıl rəng. Amma normalda sadəcə klipsi yaşıl ilə yedim, qalan muncuqları falan mavi rəng tonlarında olurdu. Amma indi təəssüf ki, yaşıl rəng klipsin belə qalmayıb, sadəcə bu mavi rəng qalıbdı. Bu mavinin bir ton tündü qalıb, bir də tünd yaşıl var. İndi bilmirəm mən hansını istifadə edeyim, bu maviyi mi yoxsa tünd yaşılı mı? Amma eyni bunun öz rəngində təəssüf ki qalmayıb. Baxın, belə bir rəng var, amma bu da çox tox yaşıldır. Maviyə baxanda sanki bu daha yaxşıdır. İstəyirəm ki bunu istifadə edeyim. Digərinə baxanda, buradadır. Baxın. Daha çox bunu uyğun görürəm, ona görə bunu eləyəcəm. İndi tez baxacağım, görüm örmə muncuqlar istəyibmi? Örmə muncuq olanda normalda daha çox vaxt olur, amma digərində 2 dənə örmə muncuq lazımdır və digər sifarişi də yoxlayacağım. Digər sifarişdə də örmə muncuq varsa, elə ikisini eyni anda eləyərəm, amma ona kimi əvvəlcə ayları həll edim, üzünü tamamlayım, dikim. Saat 6'dır bu arada, axşam 6 oldu və işıq həqiqətən çox pisdir bu dəqiqə, evdəki işıq. Bilmirəm həqiqətən mən bu işıq işini nə edeyim. Evdə sadəcə yuxarıdakı lüstr ışıqlar var, lüstr də yoxdur, sadəcə ışıqdır. Yəni biz bu evə köçəndə heç evin ışıqları belə taxılı değildi. Göstərim hətta. Baxın, biz bu evə köçəndə bu formadaydı, buradakı ışıqda. Yəni biz onun birini düzəltdirdik, biri isə beləcə qaldı. Yəni müvəqqəti gəldiyimiz üçün qalsın deyə düşündük, amma indi hardasa 2 il olacaq ki biz bu evdəyik. Baxdım, sifarişin biri də budur. Baxın, yəni ki ayıdır. Bu ayı və əmzik zincirində də örmə muncuqlar yoxdur. Allah'ıma hamdü senalar olsun. Əslində çox vaxt almır, amma yenə də xırda detaylarla çox uğraşmaq istəmir insan. Belə, yəni mavi gözlü olacaq, ad da üstündə olacaq. Amma əsas odur, örmə muncuqlar istəmir. İndi baxıram, sadəcə 2 dənə muncuq örməliyəm. Onu və ayının, daha doğrusu çıngırağın boyunluğunu gətirim, tez onda örüm. Ondan sonra sadəcə full dikmə və əmzik zincirini hazırlama hissəsi qalacaq. Bu arada çöldən həqiqətən çox səs gəlir və bəzən mənim də əsəbimə toxunur. İndi videoda nə qədər çıxır bilmirəm, nəysə. Hal-hazırda mola gəldim. Yoldaşım sifarişləri koydu. Mən də balıqlara baxacağım. Məndəki olan balıqların başqa renklərinə baxmaq istəyirəm. Fərqli növ balıqlar var. Bu yekələri heç görməmişdim. Yeni görürəm. Burada belə tüklü balıqlar da var. Burada akvaryum salyangozu deyək, plokokina nədir? Bilmirəm.
Sümüklü böcek. Hah, bendekiler bundandı. Ama bunlar biraz balacaymış. Başka renkleri yok. Terslikli. Yoksa bundandı mı? Bundan olduğunu sanmıram. Bunlar biraz daha arıq, uzun kimiydi. Ama bu fosforu olan çok güzeldi. Bendekilerden yoktu. Bakın bu aynaya yapışmış olanlar akvaryum için olan. Bakın bu arkadaş. Bunlar akvaryum için olan ne deyirlər ona? Salyangozlardır. Akvaryumun yosunlarını təmizləyirlər güya. Ama mən almaq istəmirəm ya. Mən heç sevmirəm o akvaryumda o həşəratı. En sevmediğim həşərat da o kokinalar. Salyangozlar yani. Belə. Başka bir şey yoktu. Bunlar yeni gelir. Akvaryum içine koymak için aksesuarlardı. Burada da akvaryum çok solmuş. Burada da akvaryum içine dökmek için taşlar var. Bendeki bu renkte ama bunlardan alıp karıştırsak da çok güzel görsene diye düşünürüm. Belki sonra farklı bir renk alırım. Bu da akvaryum içine dediğim gibi koymak için ama yani ben balıklarıma böyle korkunç bir şey almak istemiyorum. Neler? Buna bakın. Ay. Hareket edeyen bitkiler. Ama indi bilmirəm suyunu bir şeydi mi? Böyle. Bendeki balıklardan görebilmedim. Yəqin ki indi yoktu. İndi bir şeyler aldım yemek için. Gidip oturacağım yemek yerinde. Ve bir neçə materyal siparişi vereceğim. Onu aradan çıkarım. Ondan sonra da mol bağlanacak zaten. Saat 9'du hardasa. Bir saate bağlanır. Ben de bir saate hem bu şeyler yiyərəm, hem de ki materyal siparişini verərəm diye düşündüm. Bu arada Carrefour'un aşağı hissəsine, yukarı hissəsine sanki değiştirlər. Normalde yukarı hissədə daha çok produktlar olurdu. Aşağı hissədə də daha çok böyle başka şeyler. Ama indi neyse çok değişiklikler eləyirlər. Çok karışık idi. Gezebilmedim. Gezerdim de sadece bir saatim var ve o bir saati yani burada değerlendirmek istiyorum. Bu arada telefonum zayıfkası sadece 9% kaldığı için buraya oturdum. Buraya takacağım ama burada çok kirli kimi bir şeydi. Neyse biraz yıksa bəs eləyər mənə 15 dəqiqə taksam. Bəs eləyər diye düşünürüm. Neyse bir anlık çok ürkütücü bir görüntü geldi bana burada takmak. Heh, taktım. Şükür. Şimdi bakıram tabletin de 13% tıkası qalıb. Etap taxaram diye düşündüm. Onsuz da ki 1 saat vaxtım var sadece. Buranın bağlanmağına 1 saat qalıb. Təəssüf ki biraz daha tez gelmek istəyirdim ama yok. En azından 1 saat oturacağım evden kenar bir yerde. Wi-Fi açtım. Bu arada özüme böyle kartoplu bir şey aldım. Aslında daha farklı bir şey almak istəyirdim. Carrefour'un Meksiko kartoplusunu çok sevirəm. Sosu falan da satılır yanında. Ama dediğim gibi çok karşılıydı. Hem de Meksiko'da hiç kalmamıştı. Sadece free kalmıştı. Free de istemedim diye. Bile Hasan tutup yiyebileceğim bir şey olsun istedim. Ona göre bunu aldım. Hem de böyle insanların içinde rahat video çekebilirim. Ona göre biraz qəribə hissediyorum özümü. Neyse. Şimdi tez Temu'dan almak istediklerimi alacağım. Sabah da çünkü materyal almak için çıkacağım. Yoksa sabah mı alsam? Çünkü sabah gidip çıkıp tapabildiğimi taparım, tapabilmediğimde internetten sipariş veririm diye düşündüm. Ona göre de sabaha mı saklayayım diye düşünürüm. Aslında ne kadar vaxt New York'a gitmek istiyorum. Ama vaxt eləyə bilmirəm. Neyse, bu dəfə gedə bilməyəcəm. Hiçbir mağazaya gəzə bilməyəcəm. Sadece sakin
oturacağım bir yer seçmek istedim. Ona göre geldim. Neyse, ben material siparişi vermekten vazgeçtim. Onun əvəzinə oturup bir dənə videonu editleyeceğim ki belki sabaha bir dənə yetiştirebilirim. Neyse canlarım, ben indi gidin video editleyeyim biraz. Ondan sonra da durup taksiyle eve gideceğim. New Yorker'de de birçok indirimler var ama bugün hiç vaktim olmadı. Sadece oturdum, video editledim biraz, indi ise giderim. Sadece biraz hava aldım. Eve geldim, oğlum yatırdım. Yatmıştı daha doğrusu. İndi ise yuxum gelmir ama bilmirəm neyniyim. Biraz siparişlerle məşğul olmaq istəyirəm ama biraz da yine video editlemek istəyirəm ki biraz azaldım bu işi. Sabah da yine biraz etsəm akşama doğru bence bitirərəm diye düşünürəm. Əslində siparişim falan olmasaydı indi oturardım full gece neçə olur olsun fərqi yoxdur bitirərdim ama sifarişlərlə də məşğul olmalıyam ki vaxtında təslimat eləyə bileyim. Bu arada ışıqları açmamışam. Akvaryumun ışığı açıqdır. Ona göre biraz qəribədir ışıq. Renklerim de biraz qəribə görsənir. Bu arada müşterilerin ikisi de, yani az evvel giden iki siparişin ayıcıklı olan dəstlərə ikisi de mesaj attı ve çok beğendiklerini yazdılar. Belə mesajlar gələndə çok sevinirəm. Yani həqiqətən bütün günümün yorğunluğu gedir. Bir de ki evden çıktım ya, həqiqətən getdim mola. Hiçbir şey etmedim. Sadece bir şeyler yedim ve oturdum video editledim. Yani hiçbir mağazaya girmedim. Hiçbir şey eləmədim ama yine de yüngülləşmiş hiss edirəm. Yəni həqiqətən tebdili mekanda ferahlıq vardır deyirlər ya. Yəni həqiqətən elədir. Bəzən məkan dəyişikliyi çox gözəl gəlir insana. Ona görə mən tez-tez çıxmağa çalışıram, mola gedirəm, yəni isə parka gedirəm, yürüyüşə çıxıram. Qış aylarında hava çox soyuq olduğu üçün sadəcə mola gedə bilirdim və elə olurdu ki, həqiqətən həftənin 7 gününün 5 gününü mən her akşam mola getirdim. Sadece orada bir kofe alırdım ve otururdum. Ya müşterilerle yazışırdım ya post paylaşırdım. Neyse sadece otururdum yani. İndi isə hava artıq yaxşıdır və axşam üstüləri balkonda da çıxıb otursam özümü yaxşı hiss edirəm. İndi çox uzatmaq istəmirəm. Həmişə çox uzatdığım üçün çox video çəkirəm. Çox uzun olur və montaj eləyəndə də çox zorlanıram. Bu dəqiqə belə montaj elədiyim video 389 dəqiqə idi. İndi hələ ki 350'ye indirdim. Ondan əlavə bir vlog yenə var. O da ki 400 dəqiqədir hələ ki. Bilmirəm, əslində həftəlik vloglar çəkmişəm. Yəni bir həftəmi paylaşmaya çalışmışam. Çox olmasa da, yəni günlük proseslərdən biraz paylaşmaya çalışmışam. Amma yenə də çox uzundur onları editləyib mən ən azından 50 dəqiqəyə 1 saat, maksimum 1 saatlıq vlog eləməliyəm mən onu. Yəni 380 dəqiqədən 320 dəqiqəsini yox eləyib sadəcə 60 dəqiqə saxlamalıyam. Videomu buraya kadar izlediğiniz için teşekkür ederim. Videomu beğenip kanalıma abone olsanız çok sevinirim. Bir sonraki videoda görüşürük. Hələlik.